Nə üçün dejavu yaşayırıq? Bu əslində beynimizlə əlaqəlidir. Belə ki, biz görmə, eşitmə, qoxu vasitəsilə qəbul etdiyimiz məlumatları siqnal şəklində beynimizin hər iki yarımkürəsinə eyni anda ötürürük. Lakin bəzən stres, yorğunluq səbəbindən siqnalların ötürülməsində ləngimə baş verir. Belə ki, bir yarımkürə digərindən tez qəbul edir siqnalı və gecikmiş ikinci yarım siqnalı beynimizin bir yarımkürəsi qəbul etdikdə artıq bizə elə gəlir ki, bu xatirəni, bu anı sanki əvvəl yaşamışam. İkinci səbəb də beynimizdə məlumatların emal edilməsi, yadda saxlanılması hipokampus və gicgah payı vasitəsilə baş verir. Lakin bəzən işlər fərqli gedə bilir. Belə ki, biz cari vəziyyəti ilk öncə ani yaddaşımıza ötürürük. Daha sonra uzunmüddətli yaddaşa keçir. Lakin bəzən yaşadığımız anlar, qəbul etdiyimiz informasiya birbaşa uzunmüddətli yaddaşa keçə bilir və bunun nəticəsində yenə də həmin dejavu halın yaşamış oluruq.